Salam bacışım. Deməli bugün artıq seller account-a necə girmək lazımdır, orada nələr edilmək olar, onu göstərəcəm sənə. sellercentral.amazon.com adresinə giririk. Belə bir səhifə gəlir qabağımıza. Burada sağ yuxarıda login vurandan sonra sənə burada e-mail adresimi yazmışam. Onu yazırıq. Vururuq. Burada da şifrə var. Şifrəni də sənə göndərəcəm. Sonra sign in vururuq. Bunda belə eləyəndə mənə bir SMS gəlir, kod. O kodu mən sənə deyəcəm. Telefonuma gəlir o kod çünki hər dəfə. Sonra sən onu buraya yazıb, ondan sonra sistemə girə bilirsən. Deməli, bu belə bir səhifə gəlir. Ümumi səhifə. Burada bəzi məlumatlar var. Bunlardan deməli daimi nəzarət eləyib düzənləmək lazımdır bəzi şeyləri. Bunu mən sənə qısaca tanıdım. Deməli, burada mağazalardır. Buraya yuxarı vuranda, Desabooks-a vuranda, burada United States yazılır. Bu Amerika mağazasıdır. Bizim işlərimiz onsuz da bir Amerikada, bir də United Kingdom, İngiltərədir. Amma bu indi göstərəcəyim şeylər əsasən Amerikada daha çox olur. Ona görə həmişə birinci Amerikaya baxmaq lazımdır. Burada deməli birinci nədir? Birinci inventory, fixed stranded inventory. Bura vuranda belə bir səhifə açılır. Burada deməli görsən burada yazıb ki 27 dənə product, hansı ki onlara düzənləmə eləmək lazımdır. Bunlar inaktiv olublar. Burada ən böyük birinci şey update price olur. Əsas odur həmişə. Başqa şeylər də var, onlara indi sırayla deyəcəm mən hamısını. Birincisi bu update price. Bu deməli gəlir, bunu update price-ın üstünə vuranda belə bir səhifə açılır, əlavə. Burada solda görürsən, burada yazılıb show 50 offers deactivated due to potential pricing errors. Yəni 50 dənə kitab hansısa qiymət şeyinə görə, səhvliyinə görə deaktiv olunub. Bura vuranda bunların siyahısı gəlir. Bura vurmaq lazımdır mütləq, yoxsa o bayaq birinci çıxan şeylər başqa şeylərdir. İndi burada nə etmək lazımdır? Baxırıq sırayla qiymətlərə. Məsələn, bu qiymət 63.79 girilib. Amazon deyir ki, bu çox yüksəkdir, bizim limitin üstündədir. Bunu tutub deaktiv edib. Bunu nətər ki, B-Cool-da eləyirsən, orada yavaş-yavaş çəkirsən mərhələ-mərhələ. Burada da o formada. Bəzən burada göstərir, burada ki, məsələn, burada görsənir ki, bu qiymətlərə çəkə bilərsən. Amma bəzən də burada birincidə olduğu kimi göstərmir. Göstərmirsə, bunu haradasa, məsələn, 63-dürsə, bu yüksək qiymətdir. Bunu 55-ə ya da 54.95 çəkdi. Keçdim bunu. Hər dəfə save eləməyə ehtiyac yoxdur. Hamısını ən axırda save eləyə bilirsən. Burada artıq verib ki, featured offered price, yəni hal-hazırda buy box-da olan qiymət 26.72-dir. Amma ümumilikdə bu 33.68-dən satılıb ortalama. Yəni biraz yuxarı, biraz aşağı bu civarlarda olub. Biz də bunu eləyək, lap 26-ya salmayaq. Salaq tutaq ki, 45-ə, 33-ə də salmayaq. Getər ki, bu aktiv olsun. Aktiv olandan sonra onsuz da B-Cool-da bunu özü eləyir də, düzəldir. Burada məsələn, bu 22 deyir, çox aşağıdır, 49-dur. Bunu eləyirəm 39. Burada qiymət verməyib, burada 39-dur. Bunu eləyirəm, tutaq ki, 36. Ondan sonra bunu eləyirəm, tutaq ki, 37. 4 dollar, 3 dollar, 5 dollar, bax da qiymətə, ona görə sal. Bunu eləyirəm 31.90. Burada məsələn deyir 31.73-dür. Mən artıq bunu sala bilərəm 31.73-ə, çünki yəni bizim 30 dollarlıq o limitin üstündədir də bu qiymət. Ona görə salmaq olar. Bu artıq 26-ya salmışıq bunu, amma hələ də deaktiv olubdur. Yəni aktiv eləməyiblər. Deməli, biraz da salmaq lazımdır. Bunu salıram 23-ə. Burada məsələn yenə qiymət verməyib.
64.95'dir. Bunu edirəm 59.95. Burada məsələn 14.30-a qədər düşüb qiymət, amma bu hələ də şey verməyib. Bunu məcbur salaram 11-ə. Çünki bu belə bir şey var da, bunu kitabı göndərəndə əgər yeni kitab yoxdursa, bunun qiymətini biz bilmirik. Göndəririk, tutaq ki, 30 dollara, amma biz bilmirik ki, bu limit neçədir. O Amazon bizə əvvəl göstərmir. Amma aktiv olandan sonra göstərir ki, bu kitab bu qiymətə sata bilməz. Ona görə belə şeyə məcburuq, yəni biraz burada məntiqsizlik var. Bunu saldım 28-ə. Bir də məsələn burada qiymət 22.90-dır. Burada minimum, maksimum qiymətlər var. Bunu deməli mən o vaxtı buradan göndərdiyim kitabdır. Burada görürsən UK yazılıbdır. Buradan Amerikaya göndərdiyim kitabdır. Burada minimum, maksimum qiymətlərdə də əgər bəzən mən 25 ilə yazmışdım ki, yəni 25-dən aşağı getməsin. Amma burada görürsən bu qiymət düşüb özü 22.90-a, amma burada minimum 25 olduğuna görə bu deaktiv olunur. Bunu edirəm 1. Burada ümumiyyətlə bəzən belə də olur ki, minimum qiymətdən aşağı düşdüyünə görə əsas qiymət ona görə deaktiv olur. Onda məsələn buradakı qiyməti dəyişmirəm də, bu 22.90-a dəymirəm. Bir dənə buranı 1 edirəm, o özü aktiv olacaq. Burada məsələn 34-dür. Bunu edirəm tutaq ki 29. Bu nədir? 69.95. Bunu edirəm 64.95. Burada şeyə də fikir vermək lazımdır. Məsələn baxıram ki bu 69.95. Bu görəsən nə vaxt göndərilib bu kitab. Burada bu SQ-da qiymətin kitabının göndərilmə tarixi bilinir. Görürsənz yazılıb 07.05.2025. Bu əslində təzə göndərilən kitabdır da. Yəni bunu çox aqressiv salmağa ehtiyac yoxdur. 4-4, 5-5 salmaq olar, əgər yuxarı qiymətdirsə. Və burada da hər hansı bir şey verməyib də, hədəf qiymət verməyibdir. Ona görə belə edirəm hələ ki. Bu 2024-ün kitabıdır. Bunu istəyirik ki, sataq geçsin. Ona görə buna elə salaram 25.60-a ki, bu satılsın. Bu formatı düzgün yazmaq lazımdır. 25.6 yazıb vuranda bu özü şey eləyir, 60-a çevirir. Bu da tutaq ki 20 eləyək bunu da. Bu görürsən çox düşüb. Bu da mənim göndərdiyim kitabdır. 7 dollara düşübdür. Vərədə deyək. Bunu da eləyək 27, çünki 7-yi satmayaq da, hələ biraz gözləyək görək. Bəlkə də o satılandan sonra sıra buna gəlir. Burada yenə görürsən minimum qiymət 25-ə qalıb, ona görə aktiv olmuyor. Belə eləyəndən sonra hamısını yenə burada 25 qalıb, onu da 1 eləyirəm. Burada nədir? 34 eləyək bunu. 58.95-i burada deyir ki 20-yə qədər sal. Bunu tutaq ki birbaşa salım 48.95-ə. Bəzən orada 20 desə də biraz salandan sonra yenə də aktiv ola bilir. Bu deyir 18.84. Bunu məcbur salıram. Çünki bu 2024-ün kitabıdır. 58 deyib, bunu da tutaq ki eləyək 53. 37, bunu da eləyək 32. Belə hamısını dəyişirik. 24.90. Yəni bu daimi olur da, yəni bu qiymət elişənlər. Və görürsən burada yenə minimum qalıb 25. Bunu 1 edirəm, bunu da 1 edirəm. 49-dur. 44 edirəm. 28.50-dir. Tutaq ki 24.50 edirəm. 36.70. Bunu da eləyək 29.90 tutaq ki. Burada yuxarıda sağda Save All var. Bax, hamısı qutardı. Əgər olmasaydı, burada Show More yazılan yerə vuranda əlavə də çıxır nə qədərdirsə. Biz hamısını elədik, qutardıq. Vəssalam, ən sağda yuxarıdakı Save All-a vuranda hamısını save eləyir. Buradakı işimiz qutardı. Bu belə bir şeydir. Bunu haradasa demək olar ki 3-4 gündə bir eləmək lazımdır. Nə qədər eləsən də yeni göndərilən kitabların içindən bunlar çıxır. Bir də bunu eləyən kimi o dəqiqə getmir. Məsələn, bir yarım saat azada bu update olur.
Məsələn, baxmaq istəsən ki, görüm neçəsi qaldı. Məsələn, 1 saatdan sonra təzədən girsən, artıq görəcəksən ki, bu 50-dən tutaq ki, 40-ı qəbul olub sənin elədiklərin, 10-u qalıbdır. O 10-unu təzədən bir də eləmək lazım. Biraz da salmaq lazımdır məcbur. Okey. Bu belə.